Mənə elə gəlir ki, bayramlar artıq köhnə bayramlar deyil. Hardadır o uşaqlığımızın Novruza hazırlıqları? Xatırlayırsınız, bayram gəlməmişdən bir ay öncə evlərdə təmizlik təlaşı başlayardı. Bişən şəkərbura, paxlava, qoğal ətri bütün həyətləri bürüyərdi. Qohum qonşu bir araya yığışar, bir-birinə kömək edərdi. Üzlərdə yorğunluq yox, saf bir sevinç, ürəklərdə isə səmimiyyət var idi. Papaq atmağa gedəndə içindəki şirniyyatdan çox o anın həyəcanı bizi xoşbəxt edərdi. Biz saf uşaqlar idik, bayramı bayram kimi yaşayırdıq. İndi isə hər kəs təlaş içindədir. Hər şey hazır alınır. Hər kəs nəsə etməyə çalışır. Amma o köhnə dad-duz, o insanların birliyi hara yoxa çıxdı. Elə bil hər şey məcburiyyətdən edilir. Kimdənsə geri qalmayım deyə. İndi bayram gəlir, süfrələr bəzənir. Amma gözlərimiz o köhnə insanları, o qayğısız günləri axtarır. Bayramı bayram edən əslində yanımızda olan sevdiklərimiz və qəlbimizdə yaşatdığımız xatirələrdir. Texnologiya inkişaf etdi. Təbriklər mesajlara, zənglər videolara çevrildi. Amma heç bir smolik o vaxtki qapı döymələrin, qonşu paylarından bayramlaşmaq üçün gedən o uzun yolların yerini vermir. Köhnə bayramların dadı bir başqa idi. Çünki biz o vaxt hər şeyin ən sadəsini ürəkdən sevirdik. Bəs siz necə bu bayramlarda o köhnə dadı hiss edə bilirsiniz? Yoxsa siz də mənim kimi o günlər üçün darıxırsınız?